Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Masazır qəsəbəsində ən gözəl prestijli bir məhəllədə, Qurtuluş 93 stadion tərəfdə, tam mərkəzdə, yola yaxın ərazidə gözəl belə bir şəxsi tikili çəkib təqdim edirəm. Gördüyünüz kimi tənək bağı, geniş həyəti, 3 sot həyətdə tikilmiş, padval hissədir burada gördüyünüz kimi. Hər bir otağın altına keçid var, buradan qısa göstərirəm. Hamam sanitar qovşağı da var həyətdə, gül çiçək, çox gözəl, kənd həyət evini xatırladan gözəl bir ev. Buradan daxil oluruq, 10 daş kürsüdədir. Evin giriş hissəsidir. Burada qaladovka kimi kiçik bir yer yığılıb. Buradan daxil oluruq. Belə bir zal hissədir, dəyərli izləyicilər. Həyətə baxır bütün pəncərələr. Çox gözəl bir məhəllədə yerləşir. Geniş koridor hissəyə daxil oluruq buradan. Bütün otaqlar koridora açılır. Çox gözəl proyektə malikdir. Burada belə bir zal hissə var. Belə bir zal hissədir, dəyərli izləyicilər. Buradan daxil oluruq mətbəx hissəyə. Otağın kvadratına uyğun çox gözəl mətbəx hissə yığılıbdır. Hər birinin çölə pəncərəsi var. Burada bir yataq otağıdır. Gördüyünüz əşyalar hamısı qalır. İkinci bir yataq otağıdır. Hamam sanitar qovşağıdır. Geniş hamam sanitar qovşağı var. 4 otaqlıdır. Həyət evi 3 sotda tikilib. Evin sahəsi 120 kvadrat metrdir. Tam paket kupçadır. Həm evin, həm torpağın çıxarışı var. Dövlət ipotekasına yararlıdır. Tam əşyalı satılır. Start qiyməti 185 min manat dəyərindədir. Qiyməti ona görə qoyulur ki, dəyərli izləyicilər, yerləşmə yeri çox gözəldir. Qurtuluş 93 binalarının birbaşa yanındadır. Asfalt, yaxınlığında bütün məktəb, bağça, iaşə obyektləri, infrastruktur yerləşir. Ən gözəl hündür ərazidə yerləşir. Şəxsi tikilidir. Ev sahibi özü üçün keyfiyyətli materiallardan istifadə edərək tikibdir. Qeyd olunan nömrə ilə əlaqə saxlayıb bu gözəl həyət evimiz barədə ətraflı məlumat ala bilərsiniz. Diqqətinizə görə sağ olun.